Ramazan ayının son günü, bayram axşamı artıq təsdiqlənməsi üfüqdə ayın görünməsidir. İnsan üfüqdə ayı görünəndən sonra, qürub olandan sonra, gün batandan sonra ailə başına 3 kilo buğda, 3 kilo arpa, 3 kilo kişmiş, xurma, 3 kilo və un məmulatları. Bu təbii ki, imkanı çatan insanlar. İndi mütləq bunu mən izah eləyəcəm. Yəni bu 3 kiloqramlarla belədir. Qazilər Şurasının üzvü olaraq mən bunu qeyd eləyirəm. Biz qərar çıxartdıq ki, minimum həddə 10-15 manat civarında bir ailəyə, yəni bir nəfərə. Bir nəfərə 10-15 manat. Bəli, ailə üzvlərinin 2 nəfərdirsə, hər bir ailə üzvünə 10-15 manat civarında. Yəni 2 nəfərsə 20 manat minimum. Bəli, minimum götürəndə. Məsələn, birdən məsələn fitrə çıxmaq istəyən, amma məsələn 5 manatı olan adam var da, yəni İndi mən onu deməli bir adam könül xoşluğu ilə ona imkanı çatırsa onu çıxardacaq. Çünki orada bir xeyir var, orada bir fayda var. Bəli. Ehtiyacı olan insanlar, möhtac olan insanlar fitrə zəkatı çıxardmamalıdır. Onların üzərindən bu vəzifə götürülür. Fitrə zəkatı vacibdir. Hər bir müsəlman fitrə zəkatını verməlidir. Baxın, bu günləri marketlərdə xurmanın qiyməti 5 manata da var, kilosu 50 manata da var. Əgər bugün bir insan zəngindirsə, imkanı varsa, qoy çox çıxartsın. Yəni, bir ailə başına, bir nəfərə 50 manat çıxartsın. İmkanı var. Onun faydasıdır. Onun özünə olan bir xeyirdir. Və bunu edən zaman bayram günü, günortaya qədər hər bir insan o fitrəni çıxartdığı zaman yəni bayram namazı qılındı, qutardı və zöhr namazına qədər, günorta namazına qədər fitrə çıxarılmalıdır. Yerinə çatmalıdır. Ne üçün? Onların da qazanı qaynamalıdır. Və insanın vəzifəsi nədir? Vəzifəsi budur ki, görürsən ki, bir adam möhtacdır, rayonda yaşayır, ona deyirsən ki, zəhmət olmasa, siz öz şəxsi kartınızın nömrəsini, hesabını göndərin və o pulu ödəyin. O vasitədə mümkündür onlayn vasitəsilə. Çalışdığımız qədər öz doğmalarımıza, o ehtiyacı olan insanlara yardım etməlidir. Hər kəs öz nəslində, kökündə ehtiyacı olan, acından ölən, evində qazanı qaynamayan bir adamın aparıb payını versə, ən gözəl, heç kimin nəslinə, kökünə ehtiyacı qalmaz.